Salam, gəlin birlikdə tədrisə baxışımızı tamamilə dəyişən Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə baş vuraq. Bu izahımızla siz nəinki MIQ və sertifikasiya imtahanlarına tam hazır olacaqsınız, həm də sinifdə tətbiq edə biləcəyiniz çox dəyərli və praktik biliklər əldə edəcəksiniz. Yaxşı, gəlin görək bu gün nələrdən danışacağıq. Əvvəlcə Vygotskyinin əsas ideyası ilə, yəni sosial nəzəriyyə ilə tanış olacağıq. Sonra onun ən məşhur konsepsiyası olan yaxın inkişaf zonasına keçid edəcəyik. Daha sonra bu zonanı işlək vəziyyətə gətirən scaffolding texnikasını öyrənəcəyik və sonda Vygotskyini daha yaxşı anlamaq üçün onu Piaget ilə müqayisə edəcəyik. Vygotskyinin bütün nəzəriyyəsinin ürəyi, belə deyək, məhz bu cümlədə gizlənib. Öyrənmə tək başına bir otaqda oturub kitab oxumaq deyil. Xeyr, bu sosial bir fəaliyyətdir. Uşaqlar bilikləri ətrafdakı insanlarla, yəni valideynlər, müəllimlər və dostları ilə ünsiyyət quraraq mənimsəyirlər. Yaxşı, bəs bu qədər güclü fikirlərin arxasında dayanan adam, yəni Lev Vygotsky özü kim idi? O, zehni inkişafın kökünü nədə görürdü? Gəlin başlayaq. Deməli, Vygotsky'yə görə uşağı yaşadığı mühitdən, cəmiyyətdən, mədəniyyətdən ayrı düşünmək sadəcə mümkün deyil və burada dil çox kritik rol oynayır. Bilirsiniz, dil təkcə danışmaq üçün deyil, dil həm də bizim düşüncə tərzimizi formalaşdıran bir alətdir. Və indi gəldik Vygotsky'nin, demək olar ki, imzasını daşıyan o məşhur konsepsiyaya. İmtahanlarda 100% qarşınıza çıxacaq bir mövzu. Yaxın inkişaf zonası. Bura əsl öyrənmə möcüzəsinin baş verdiyi yerdir. Yaxşı, nədir bu yaxın inkişaf zonası? Ən sadə dillə desək, bu, uşağın tək başına, heç kimin köməyi olmadan edə bildikləri ilə hələ heç cür bacarmadığı işlər arasındakı o qızıl boşluqdur. Bax, müəllimlər üçün ən məhsuldar sahə məhz buradır. Gəlin bu zonanı daha aydın təsəvvür etmək üçün onu 3 hissəyə bölək. Birinci dairə. Bu, uşağın artıq tam sərbəst bildiyi, heç kimə ehtiyacı olmadan etdiyi şeylərdir. Məsələn, uşaq 2 rəqəmli ədədləri rahatlıqla toplayır. Bu, onun komfort zonasıdır. Amma baxın, əsl sehir məhz bu ikinci dairədə baş verir. Bu, yaxın inkişaf zonasıdır. Uşaq tək başına 3 rəqəmli ədədləri toplaya bilmir, çətinlik çəkir. Amma müəllim kiçik bir ipucu verəndə, ya da daha yaxşı bilən sinif yoldaşı ona kömək edəndə, aha deyir və bunu bacarır. Bax, effektiv müəllim məhz bu zonanı hədəfə almalıdır. Və nəhayət, üçüncü, ən kənar dairə. Bura uşağın hələ heç cür hazır olmadığı səviyyədir. Məsələn, hələ 3 rəqəmli toplamanı güclə öyrənən uşağa cəbir tənlikləri versək, o hətta köməklə belə heç nə anlamayacaq. Çünki bu tapşırıqlar onun yaxın inkişaf zonasından çox-çox kənardadır. Vygotsky'nin də dediyi kimi, ən təsirli öyrənmə məhz bu zonada baş verir. Deməli, nəticə nədir? Bizim işimiz, müəllim kimi, hər bir şagirdin o qızıl zonasını tapıb, tədrisimizi məhz ora yönəltməkdir. Nə çox asan, nə də həddindən artıq çətin olmamalıdır. Yaxşı, sual yaranır. Biz o zonanı tapdıq, bəs orada şagirdə necə kömək etməliyik? Bax, bu sualın cavabı bizi scaffolding deyilən çox praktik bir texnikaya gətirib çıxarır. Scaffolding sözünün mənası əslində tikinti körpüsü deməkdir. Təsəvvür edin, yeni bir bina tikilir. Onun ətrafına müvəqqəti dəmir konstruksiyalar qurulur ki, bina möhkəmlənənə qədər yıxılmasın. Bina hazır olanda o konstruksiyaları sökürlər. Tədrisdəki scaffolding da eyni ilə budur. Şagird yeni bir şeyi öyrənənə qədər ona verdiyimiz müvəqqəti dəstəkdir. Amma scaffolding elə-belə kömək demək deyil, bu bir prosesdir. Gəlin addımlara baxaq. 1. Müəllim dəstək verir, yolu göstərir. 2. Şagird bu dəstəklə mövzunu qavramağa başlayır. 3. Bax, bu çox vacibdir. Şagird bacardıqca, müəllim yavaş-yavaş öz köməyini geri çəkir. Və 4. Nəticədə şagird tam müstəqil olur. Məqsəd, şagirdi bizdən asılı etmək deyil, əksinə onu müstəqilliyə hazırlamaqdır. Və indi, gəlin Vygotsky'ni daha yaxşı başa düşmək üçün onu psixologiyanın başqa bir nəhəngi, Jean Piaget ilə müqayisə edək. Bu müqayisə, demək olar ki, bütün MIQ və sertifikasiya suallarının əsasını təşkil edir. Bu cədvəl əslində hər şeyi çox aydın göstərir. Əsas fərq nədir? Gəlin baxaq. Piaget deyirdi ki, uşağın beyni inkişaf etməlidir ki, sonra öyrənə bilsin. Yəni, əvvəlcə inkişaf, sonra öyrənmə. Vygotsky isə tam tərsini deyirdi. Öyrənmə, xüsusilə də başqaları ilə birlikdə öyrənmə, inkişafı dartıb qabağa aparır. Piaget üçün uşaq tənha bir kəşfiyyatçıdır. Amma Vygotsky üçün öyrənmə sosial bir komanda işidir. Bax, əsas fərq budur.
Yekun olaraq gəlin bu sual üzərində düşünək. Siz öz sinfinizdə hər bir şagirdin yaxın inkişaf zonasını necə taparsınız? Onların nəyi tək başına bacardığını, nəyə isə kiçik bir dəstəklə nail ola biləcəyini necə müəyyən edərsiniz? Çünki unutmayın, Vygotskyinin bizə verdiyi ən böyük mesaj budur. Hər bir uşağın potensialını reallaşdırmaq üçün açar bizim, müəllimlərin əlindədir. Bu izahımızı izlədiyiniz üçün təşəkkürlər.